Bəli qardaşlar, Kadi Borges'in cərimə zərbəsindən vurduğu növbəti qolla, növbəti gözəl bir qolla Qarabağ bugün növbəti qələbəsini qazanır. Həqiqətən də Qarabağı təbrik edirəm. Yenə çempionluğa artıq çox az, həqiqətən də çox az qalıb. Yəni bu il olsa çempionuq. İnşallah artıq ikinci yerlə aramızdakı fərq 12 xala çatdı. 12-15 xala çatdı. Bəli. Kadi Borges mövsüm ərzində 5-ci qoluna imza atdı və Qarabağ azarkeşlərini, Qarabağı təbrik edirəm. İnşallah bizi gələn Çempionlar Liqində daha gözəl, daha uğurlu nəticələrlə sevindirər Allahın köməkliyi ilə. Blues bugün 17:00-da Sabah və Kəpəz oyunu oldu. Həqiqətən də səhər videomda da yəni bunu demişdim. Kəpəzin bu oyun xal itirməyəcəyini və həqiqətən də Kəpəz bugün lazım olan o 3 xalı qazandı. Sabah da fikri ancaq kubokda. Yəni hamımız gözəl bilir ki, Sabah bugünkü günü kuboka bütün fikrin cəmləyib kuboku götürüb Avropaya getsin. İnşallah hər bir komandamıza uğurlar arzulayırıq və Qəbələ azarkeşlərini də təbrik edirik. Bilir aradan sonra Qəbələni biz artıq çempionatda gördük. Həqiqətən də Qəbələnin tarixi var. Qəbələ bizi Avropada çox gözəl nəticələrlə sevindirib, uğurlar arzulayırıq. Əzizəm.